Salam dostlar, mən Əli. Mən Məhəmməd. Mən Bəxtiyar. Mən Osman. Bugün Coffee Cup 2025'teyiz. Hocam merhaba. Selamlar. Bize kısaca kendinizi tanıtabilir misiniz? İsmim Ali Rıza. Yaklaşık bir 12 senedir kahve sektöründeyim. Farklı ülkelerde çalıştım ve eğitim veriyorum. Hem Türkiye'de hem başka ülkelerde. Biz sizi Türkiye'deki şampiyonluklarınızla, dünya 8.liğinizle tanıyoruz. Bu yarış konusunda bize ne diyebilirsiniz? Atmosfer nasıl? Yarış nasıl? Genel olarak yarışmalar ya SCA yarışmaları oluyor WCC altında ya da böyle organizasyonlar oluyor ve bu yarışmada çok enteresan ve önemli bir yarışma çünkü yarışmalarda artık teamwork ve takım çalışması da çok önemli olmuş ve gelecekte zaten WCC'de de böyle yarışmalar muhtemelen göreceğiz. Şu an buradaki olan atmosfer de çok iyi. 15 takım çalışıyor. Güzel performanslar var. Bayağı istekli yarışmacılar var. Ve umarım inşallah en yakın zamanda SCA ve WCC yarışmalarında burada Azerbaycan'da göreceğiz. Bu bildiğimiz kadarıyla sizin Bakü'ye ilk gelişiniz değil. Azerbaycan'da kahve sektörüyle ilgili genel olarak düşünceniz nedir? Bir de bunu öğrensek. İkinci kere Azerbaycan'da bulunuyorum. İlk başta biraz korkmuştum acaba her yerde ticari kahveler vesaire mi var? Ama bayağı sektör gelişmiş. Kafelerde çok önemli ve üst düzey makineler görüyoruz. Kahveler artık hem nitelikli hem ticari. Yani istediğin yerde, istediğin kalitede kahveyi bulabiliyorsun ki bu çok önemli. Ve sektör Azerbaycan'da zaten adım adım ileriye gidiyor ve ben bundan zevk alıyorum. Türkiye'de de arkadaşlara hep söylüyorum. Diyorum ki mesela Azerbaycan gibi ülke, Kazakistan gibi ülkeler bayağı hızlı bir şekilde gelişiyor ve bu genel olarak community ve sektör için çok önemli ve tebrik ediyorum sizi. Teşekkür ederiz. Teşekkür ederim. Salam. Salam. İlk önce özünüzü təqdim edə bilərsiniz. Əli Əlicanlı. Yarışma haqqında ilkin təəssüratlar, necə hazırlaşmısınız, necə keçir? Hazırlaşmışıq, baristalarımız hazırlaşır. Biz təşkilatçıyıq. Təşkilatımız əla keçib. Düşünürəm ki, hər şey okeydir, superdir. Yəni bütün demək olar ki, kofe cəmiyyətindən olan hər kəs burdadır. Yəni mən bəyəndim şəxsən. Gördüyümüz işi mən bəyəndim. Ölkədə səs salan işlərdən biridir. Məqsədimiz də bunu böyüdüb dünya səviyyəsinə çıxartmaq. Dünya səviyyəsinə çıxardandan sonra da bunu dünya yarışması halına gətirməkdir. Bu məqsəddir. İnşallah alınar. Hələşanca dua eləyirik, bir də çalışırıq. Sizcə kofe mədəniyyəti nə qədər inkişaf sunur bu təşkilatlar belə? Bu belə deyim də, yeni çempionatlara açılışdır. Baristaların yarışmağı üçün hazırlıqdır. Düzdür, bu çempionatın qalibi ölkə xaricində yarışmır, ölkə xarici çempionata qatılır. Yəni Milanda olacaq, çempionata xaricə baxacaq. Amma bu başqa çempionatlarda belə deyim də ilk həyəcanı yığışdırır, çempionatlara hazırlıqdır. Həm də hamının birləşməyi üçün, bütün stendlərin, bütün şirkətlərin birləşməyi üçün bir şəraitdir. Şəxsən mən belə deyim də, başqa bir şirkətdən nümayəndəsi olsaydım, ya yarışmacı kimi, ya da başqa bir şirkətin adi nümayəndəsi kimi. Mən də gələrdim, mənə xoş olardı şəxsən ki, hamı birləşib və yarışma keçirilir. Sizə xoşdur? Əlbəttə ki, bizə də xoşdur. Biz kofe tərəfdarıyıq ümumiyyətlə. Mən də kofe harada, mən orada. Sonda bir sual, ən sevdiyiniz qəhvə dəmləmə metodu hansıdır? Ən sevdiyim qəhvə dəmləmə metodu origami. Çox sağ olun. Merhabalar, hoş geldiniz. Merhabalar. Sizi tanıyabilir miyiz? Ben Kevser Atmaca, Niji Coffee Co. ve Cezve & More Coffee Shop'un kurucularından bir tanesiyim. Bununla beraber 2023 Türkiye Cezve İbrik Şampiyonu ve 2024 Dünya Cezve İbrik Şampiyonası ikincisiyim. Bu şekilde. Nasıl buldunuz ortamı, genel olarak organizasyonu? Azerbaycan'a ilk gelişim benim ve anladığım kadarıyla uzun bir süreden sonra ilk yarışmalardan bir tanesi şu anda. Ve çok güzel geçti. Var olan endüstri, var olan merkezi atmosfer çok eğlenceli ve çok güzeldi. Ben beğendim burayı. Bir daha gelirim. Her zaman bekleriz ki genel olarak Bakü'ye ilk gelişiniz, kahve sektöründe olan gelişim, sizi bakış tarzınızı öncesi ve sonrası var mı? Azerbaycan'ı bildiğim kadarıyla aslında çayıyla ünlü ve kültürü de çayla gelen bir ülke. İster istemez var olan İpek yolunun buradan geçmemesi çoğunlukla güney bölümüne entegre etmiş. Burada Rusya'ya daha yakın olduğu için çay daha bilinir ama gördüğüm kadarıyla son 6 yıldır özellikle pandemiden sonra kahve endüstrisi ve nitelikli kahve endüstrisi çok yükselişte. Son 6-7 ayda çok daha fazla ilerlemiş görüyorum ben. Tabii uzaktan nacizane gördüğüm kadarıyla oldu. Farklı markalar ve var olan markalar da kendi buna göre geliştiriyor. Bunu hem ekipmanda hem yarışmaya gelen markalarda da görmüş oluyoruz. Teşekkür ederiz Kevser Hanım. Hoş geldiniz Azerbaycan'a. Çok sağ olun. Ben teşekkür ediyorum her şey için. Samimiyetiniz için de çok sağ olun.
Sağ olun. Görüşmek üzere. Teşekkürler. Hoş geldiniz. Merhaba, Bakü'ye. hoş buldum. Kendinizi Teşekkürler. bir tanıtma ihtimali. Tabii ismim Orkun. 2017-2020 Türkiye kahve demleme şampiyonuyum. Bu alanda aynı zamanda ikinciliğim ve üçüncülüğüm kavurma alanında da derecelerim var. Baristika'nın davetiyle Azerbaycan Coffee Cup'a geldik. Oldukça keyifli, çok güzel bir ortam. Azerbaycan'a galiba ilk gelişiniz. Nasıl İlk buldunuz? gelişim. Çok gezme fırsatım olmadı açıkçası. Ağırlıklı baristika ile beraberdik. Kavurmahane de çok güzeldi. Görebildiğim kadarıyla mimarisi çok güzel Azerbaycan'ın. Bir de Türkiye'den geldiğim için benim için ayrı heyecanlı. Kardeş ülkeye, kardeş ulusa gelmiş olarak hissediyorum. Ondan dolayı yani beğenmenin de dışında bir mutluluk var bende, öyle söyleyebilirim. Şu anda Azerbaycan'da böyle bir şeyin olması, Türkiye'de var kahve festivalleri vesaire. Azerbaycan'da böyle bir şeyin olması sizin de buraya sık sık gelip gitmeniz anlamına geliyor mu? Bence gelir. Ya ben bundan çok keyif alıyorum şu an. Bittiği zaman da çok mutlu ayrılacağımı biliyorum. Organizatörler sağ olsun çünkü çok güzel her şey. Her şey gayet pürüzsüz ilerliyor. Yarışmacılar çok keyifli arkadaşlar. Gayet güzel hazırlanmışlar. Eğlenceli, keyifli bir ortam. Ondan dolayı bunun devamı gelecektir bence kuvvetli bir şekilde. O zaman çok teşekkür ederiz. Ali Bey'e de söyleyelim size Azerbaycan yemeklerini götürsün. Aynen. Seve seve. Memnun oldum. Teşekkür Ben de. ederim. Salam. Aleykümselam. Özünüzü qısaca olaraq təqdim edə bilərsiniz. Elman Milyana şirkəti. Yarışma barəsində təəssüratlarınızı öyrənə bilərik. Çox gözəl, maraqlı, həqiqətən xoşuma gəlib. Baristika komandasından çox sağ ol, təşəkkür edirəm onlara ki, belə bir yarış yaradıblar və biz burada da iştirak edirik. В принципе belə çox maraqlı və bu gün çox gözəl hava var. Sizə gəlməyə məsləhət görürəm. Ümumiyyətlə bu kimi yarışların kofe industriyasına təsiri necədir? Tərsi odur ki, istər-istəməz konkurensiya olanda insan başlayır inkişaf eləməyə. Ya da regres, ya da progres. Salam, salam. Özünüzü ilkin olaraq təqdim eləyin. Adım Həsəndir. Artıq 5 ildir bu industriyadayım, kofedəyim əsasən və hal-hazırda satışla məşğulam. Sales manager ODK. Arxamızda görünən stand bizim. Təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz. Təəssüratlarım bu yarışla bağlı çox əladır, amma bütün sferanın uşaqları burada olsaydı lap qəşəng olardı. Çünki dostluq daha yaxşı şeydir, nəinki düşmənçilik. Amma belə hər şey əladır. Sizə də respektim var həmişə kimi. Çox sağ olun. Buyurun, başqa. Şampiyon kim olacaqdı? Buyurun, deyə bilərsiniz. Belə fikrimcə mən özüm Lulun tərəfindənəm. İnşallah ki, qalibiyyət də onların olar, amma belə də yenə də haqq, ədalət öz yerini tapsın, güclü olan qazansın. Xoş gördük. İlk öncə özünüzü qısa təqdim edə bilərsiniz. Nəzarət Fuad, Kafe Botanis'da Operation Manager vəzifəsində işləyirəm. Hal-hazırda komandaya dəstək üçün gəlmişəm. Buyurun, sualınızı verin, mən cavablandırım. Yarış haqqında təəssüratlarınız, necə hazırlaşmısınız, necə keçir ümumiyyətlə, onun haqqında danışa bilərsiniz. Hardasa 2 ay bundan qabaq təklif gəldi. Qəşəng mikrofonumuz var, qısayın. Kaping. Uşaqlarla hazırlaşdıq. Maksimum qədər biz əsas prezentasiya üzərində və dad üzərində keçdik, uşaqlarla məşğul etdik. Əminəm ki, biz bu yarışmada ilk üçlüdə olmalıyıq. Buna çox əminəm. Uşaqlarımız çox yaxşı iştirak elədilər. Çox maraqlıdır həqiqətən bu təşkilatçılara, bu şirkətin özünə böyük minnətdarlığımızı bildiririk ki, bütün komandaları, bütün öz sözünü deyən kafe shopları yığıb bir araya və sizin kimi qəhvəxana əməkdaşları gəlib bizi burada müsahibə alır və bizi öz istən gələn sözlərimizi bildiririk. Belə hamıya uğurlar. İlk növbədə özümüzə. İnşallah ki, İtaliyaya gedəcəyik də. Uğurlar sizə. Çox sağ olun Fuad bəy. Çox sağ olun. Uğurlar sizə. Salam. 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 Özünüzü təqdim eləyərsiniz qısaca. Elşan ağa, 28 yaşım var. 10 ilə yaxında restoran sferasında fəaliyyətim var. Nicat Əyyubov, 23 yaşım var. 7-8 il olar restoran sferasındayım. Əzizadə Fərə, 3 ildir xidmət sferasında işləyirəm. Yarışma haqqında təəssüratlarınız, həyəcan var idimi, necə keçdi? Bunları bölüşə bilərsiniz bizimlə. Əlbəttə, ümumiyyətlə yarışmanın, belə bir yarışmaların bizim ölkədə keçirilməyi dəhşətli dərəcədə gözəl hiss elətdirir, çox kozi hiss elətdirir və istərdik ki, ümumiyyətlə bu tendensiya çox davamlı olsun. Həyəcan əlbəttə ki, var idi. O pilləkənlərdən ora qalxıb o maykı salana qədər hər şey çox bomba idi və biz bəlkə bir 5-6 ciddi bir səhv elədik. Bunun X5 eləyə bilərdik, daha güclü, daha yaxşı performans eləyə bilərdik orada ki, hazırlıqlar belə gedirdi. Amma yenə də biraz səhnə kütlə müəyyən qədər dəyişdirdi. Amma həyəcanlı olmağına baxmayaraq, maksimum çalışdığımız peşəkarlığımızı itirməyək. Belə deyim, necə, Maykon qaldıq, Maykda olduq və performansı göstərməyə çalışdıq.
və ümumiyyətlə şəbəkə haqqında, kofe haqqında danışsaq, məqsədimiz insanlara sözün əsl mənasında uyutuq, kozini, evdəki kimi hiss etdirməyi, dolayısıyla ondan dırnaq arasında olan bütün komplekslər yükləri atıb, hər yerdə rahat evdəki kimi hiss etdirməyi sağlamağa çalışırıq. Ümid edirik ki, bugün qismən buna nail olsaq da bir gün gələcək ki, buna tamamilə nail ola biləcəyik. Təşəkkür edirəm. Eyni ilə qatılıram Elşən əməndə və mən də həqiqətən çox şadam ki, kofe mədəniyyəti, ümumiyyətlə kofe sevərlər, kofe menlər, kofe qurmanları artıq Azərbaycanda bu qədər artaraq yarışlar falan təşkil olunur və biz öz sevdiyimiz işi görərək həm daha da çox öz təcrübəmizi artırırıq və daha da çox insanlara bu kofeni sevdirməyə çalışırıq. Bu şeylər daha da artacaq, yarışlar, kofe tədbirləri və yaxud və biz də nə qədər ki bu sferadayıq, düşünürəm ki, axıracan iştirak eləyəcəyik. Ümumi yarış da gözəl idi, həyəcan əlbəttə ki var idi. Ümidvaram ki, yaxşı olub. Təşəkkürlər. Burada iştirak etmək və bu komandayla iştirak etmək mənim üçün çox böyük məmnunluq hissi idi. Ümid edirəm ki, belə tədbirlər davam edər, biz də iştirak etməyə davam edərik. Çox sağ olun. Və sonda bir sual, ən sevdiyiniz içki və ya brewing metod hansıdır? Mən cavab vermək istəyirəm. Son belə deyim 3 aya qədər espresso idi. Espresso əvəz olunmazımdır. Ancaq son dövrlər proverlar V60, V60 favoritim olmağa başlayıb, sözün açığı. Gündə demək olar ki, bir 7-8 shot espresso və minimum 2-3 dəmləmədə V60 içirəm. Müntəzəm hal alır. Və yekunda demək istəyirəm ki, biz bir-birimizin çempionuyuq. Orada kubok götürməsək də olar. Bir-birimizə burada çempion olmuşuq. Yenə möhtəşəm çıxış edən komandalardan birinə yaxınlaşmışıq. Sizdən çempionat haqqında və ab-hava haqqında məlumat öyrənmək istəyərdik. Necədir sizcə? Biz çempionatın sonuna doğru məkana gəlmişik. Saat hardasa təxmini 5-də. Bizdən öncəki çıxışları görməmişik, amma qışı çıxış edən komandalarını uzaqlaşdırıldığını vaxt çatdırma baxımından bilirdik. Biz düzəltdiyimiz special içkilərə çox güvənirdik, amma biz bunun təqdimatını yaxşı eləyə bilmədik. Amma biz beynimizdə birinci yer üçün fokuslanıb gəlmişdik. Amma bilirik ki, təqdimat yaxşı olmadığı üçün, amma dad baxımından biz laktozdan ümumiyyətlə istifadə edəməmişdik. Kofenin tam olaraq potensialını ortaya qoymaqdan ötürü 2 içki də südsüz formada təqdim olunmuşdu. Amma təəssüf ki, təqdimat eləyə bilmədik, amma vaxt çatdı. Məncə çox gözəl çıxış idi, mənə elə gəlir. Çox sağ olun fikrinizə görə. Sizcə bəs? Məncə super idi ya, hər şey əla keçdi. Ümumiyyətlə, şəxsən mənim üçün burada iştirak etmək, yəni özümün bir karyera üçün, yəni təcrübəm üçün böyük bir şeydir. Yəni şəxsən bəyəndim üçün böyle yar kimi, mədə kimi eş yoldaşlarla bakıyor super. Yəni bəyəndim hər şeyi. Belə hər şey maraqlı idi. Yəni, özümün çıxışından da razıyam. Ne olmasam da yenə də eləmişəm böyük bir şeydir. Hamı köməkliyi ilə yəni belə super. Başqa nə deyim? Bəs sizcə? Я думаю, что я буду говорить на русском. Я думаю, что все прошло максимально круто, потому что это большая работа для абсолютно всех, и особенно для нас, потому что мы впервые на таком мероприятии, но мы верим и надеемся на то, что мы займем первое место. Да, мы немножечко налажали, совсем капельку. Я чувствовал. Потому что мы были настолько в моменте, мы были подготовлены, но мы очень сильно растерялись, когда увидели жюри. И надеемся, что они нас простят за это, что они поставят нам хорошие баллы, потому что наши напитки действительно были максимально интересными. Мы работали над ними максимально долго, и мы верим в то, что... Və biz burada özümüz gül siropu hazırlamışdıq və kardamon ekstraktı, qara kardamon ekstraktı və təbii nar freşini 5 milli əlavə eləyərək balanslaşdırmışdıq tam dadı və soyuq içkimiz bundan ibarət idi. Üzərində isə təbii kakao tozu idi. Bu isə kofein tərkibinin notlarını vurğulamaq üçün. İsti içkimiz isə Azərbaycan mədəniyyətini ortaya qoymuşduq. Biz Azərbaycanlılar olaraq çay içməyi sevirik və Avropadakı kofe mədəniyyəti ilə biz bunu birləşdirmişdik. Espresso və Lənkəran sadə qara çayı və biz ona ədviyyat əlavə eləmişdik. Bu
sirop əlavə etmişdik. Siropumuz zəncəfil, bal, kardamon, xurmadan ibarət idi. Biz bu siropu da özümüz hazırlamışdıq və içkini 60-70 dərəcə arası qızdırıb armudu fincanda və Azərbaycanlılar çayı limonla içdiyi üçün biz bunu çox uzun oldu. biz limonu mascarpone kremi və limon qarışıq bir krema hazırlamışdıq. Mükəmməl idi bu məncə. Biz kremanın dadına baxıb sonra içkidən içməyi təklif etmişdik jürilərə. Tam fikrimizi izah eləməsəydi, amma içkilərin gücünə çox güvənirdik. Dad keyfiyyətinə. Məncə əvvəlki çıxışları yenə də görmədiyim üçün, amma biz bura birinci yerə ağlımıza qoyub gəlmişdik. Sadəcə bilməyəcəyik. İnşallah da birinci yerə çıxarsınız. Uğurlar sizə. Mükəmməlsiniz həqiqətən. Çox qəşəng çıxış idi. Yarışı izlədik, çox möhtəşəm çıxışınız oldu. İndi də istəyirik sizin fikirlərinizi öyrənək. Çıxışınız barədə, yarış barədə. Ümumiyyətlə bu eventi keçirilməsində əziyyəti olan hər bir dostlarımıza biz öz təşəkkürümüzü bildiririk. Biz Kosta komandası olaraq bacardığımızdan mənim fikrimcə daha artıqını nümayiş elədik və çox ümidvaram ki, həm çempionat iştirakçılarının, həm jüri heyətinin doğrudan da etimadını doğrultmuş olarıq. Həyəcan indiyənə kimi vardır, mən yalan deməyəcəm. İndiyənə qədər hətta ayaqlarım əsir, yalan deməyəcəm. Çox sağ olun. Mən onu demək istəyərdim ki, biz bu yarışa qatılarkən sadəcə birinci yer olmağı düşünmüşdük və elə də düşünürük, davam eləyirik. Bizim burada rəqibimiz yoxdur, biz müqayisə dərəcəsi deyilik. Uğurlar sizə. İlk növbədə sizə uğurlar. Çempionat və ümumiyyətlə buradakı ab-hava ilə bağlı sizin fikirlərinizi öyrənmək istəyərdik. Ab-hava möhtəşəmdir. Yenə də bildik ki, qəhvə bir içki deyil. Bir birlikdir. Bəli, bir kommunikasiyadır. İnsanları birləşdirir. Böyük bir təcrübə oldu bizim üçün. Hər bir fincan kimi, hər bir fincanın arxasında bir hekayə, bir tarix dayandığı kimi biz də burada öz hekayəmizi danışmağa çalışdıq. Ümidvaram ki, bacardıq bunu. Süpersiz. İlk dəfə keçirildiyi üçün bu çempionat yəqin ki, onunla bağlıdır ki, çox toplaşım, çox insanların iştirakı olmadı, mümkün olmadı. Ərazi baxımından biraz məsələ təsir edə bilər. Ümumi olaraq tək bizim coffee shop yox, bütün coffee shoplar adına çox sağ ol demək istəyirəm ki, bu mədəniyyəti inkişaf etdirmək üçün, bu sferanı daha yüksəklərə qaldırmaq üçün bütün Azərbaycan olaraq hamı çalışır, hamı səy göstərir. Təbii ki, bizim burada olmağımız digər rəqiblər üçün çox böyük narahatçılıqdır. Çünki bizim peşəkar komandamız hər bir detala, hər bir incəliyə uyğun olaraq hazırlaşıb. Sonluğu gözləyirik. Gözləyən nə olur? Ümid edirəm ki, hər birimiz üçün maraqlı keçər. Çox sağ olun, minnətdarım. İnşallah möhtəşəmsiz uşaqlar. Uğurlar sizə. Dostlar, özünüzü qısa olaraq təqdim edə bilərsiniz. Mən Elçin. Mən Əycan. Mən İsmail. Mən Rüfət. Okay, ilkin təəssüratlarınız necədir ümumiyyətlə? Düşünürəm ki, həqiqətən çox yaxşı hadisələr baş verdi də. Yəni əslində heç həyəcan yoxdur hal-hazırda və onda da yox idi. Düşünürəm ki, qalib gələ bilərik. Niyə də yox? Çünki ən yaxşı performansı biz göstərdik. Bəli, atmosfer çox gözəl idi. Biz bu yarışa desəm ki, bir günə hazırlaşmışıq. Yalan olmaz həqiqətən də. Amma inanırıq ki, qalib bizik. Düşünürəm ki, yaxşı olacaq. Birazdan cavablar üçün çox vaxt var. Əsas biz cavabları onsuz da fikirləşmirik. Bizim məqsədimiz bu idi ki, tarixdə yaddaşda qalaq. Udmuşuq, udmamışıq. Bu o qədər də önəmli deyil. Və bizə maraqlı idi ki, həqiqətən bizi dəstəkləyən olacaq, olmayacaq, nə qədər dəstək olacaq və mən düşünürəm ki, bütün zalı ələ aldıq və bütün hamı dəstəkçi oldu bizə. Heç bunu gözləmirdik. Əslində gözləyirdik, çıxışımız möhtəşəm idi. Sadəcə biraz alçaq könüllü danışıram ki, gözləmirdik. Və sizdə? Mən çox şadam ki, burada sizin aranızdayam və mən bildirmək istəyərdim ki, bizi izləmədə qalın. Представьтесь, пожалуйста. Меня зовут Кристина. Меня зовут Рияд. Довольны ли вы своим выступлением в общем? Какие у вас впечатления по поводу этого чемпионата? Нам очень понравилось в Алвазе. Это обоюдное решение. Очень жаль, что они выступили за время. Нам, в принципе, нравится участие. Все супер, все отлично. Мне тоже очень понравилось. Это, в принципе, не первый опыт в моей карьере, который я выступаю именно на соревнованиях. В принципе, я всем доволен. Мне всем понравилось. Если, конечно, все пришли за победой в этом чемпионате, но если не брать вас в учет, кого бы вы назвали фаворитом, кроме самих себя?
Lavazza, естественно. Lavazza. Спасибо большое. Удачи. Salam, mən Sadıq İbrahimov, Akvaring şirkətinin satış müdürüyəm. Burada şirkətimizi və EcoSoft brendini təmsil edirik. Təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz. Təəssüratlarımız çox yüksəkdir, aktiv bir mühitdir. Yəni həm gələn qonaqlar, həm iştirakçılar çox aktiv şəkildə iştirak edirlər. Bizim üçün də xoşdur. Həm öz məhsullarımızı təqdim edirik, həm də yeni potensial müştərilərlə tanış olmaq imkanımız var burada. Yarışmaçıları izləyirsiniz ümumiyyətlə? Yarışmalar izləyirik. Şəxsən mənim üçün bir yenilikdir. Kofenin belə bir səviyyədə necə deyirlər, inkişaf eləməyi mən özüm üçün də bir yenilikdir. Çox maraqlı bir yarışdır. Mənim üçün çox xoş oldu və yenilik oldu belə bir yarışda iştirak etmək, belə bir tədbirdə iştirak etmək. Salam, mən Əli, kofe barda işləyirəm. 7 ildir bu sferadayam. Specialty kofedə 3 ildir işləyirəm və kofeni çox sevirəm. Yarışma haqqında təəssüratlarınızı bölüşə bilərsiniz. Çox qəşəng təşkilatçılıq var, hər şey aladır, hər şey superdir. Mahnılar, musiqilər, burada stendlər, iştirakçıların səmimiliyi mənim xoşuma gəlir. Könüllülərin enerjik dolu işi mənim çox xoşuma gəlir. Hər şey aladır, çox sağ olsunlar. Здравствуйте, представьте, пожалуйста. Здравствуйте, меня зовут Ирина Шарипова, я являюсь консультантом и тренером в индустрии кофе, живу и работаю в Дубае. Какие у вас впечатления вообще по поводу этого чемпионата в общем? Мне очень нравится организация чемпионата, то есть все очень аккуратно сделано, очень много людей, очень много энтузиастов, видно, что очень много участников и есть интерес к развитию кофе. Какие главные отличия существуют между кофейной индустрией Азербайджана между другими странами? Мне кажется, здесь очень много локальных проектов, которые позиционируют себя именно как местный какой-то производитель. Это создание местного меню с необычными напитками. Вот, я, к сожалению, немного посетила кофеин, это мой второй раз в Баку, вот, но я вижу, что очень интересная культура развивается. Самое главное, потенциал есть? Конечно, есть. Всегда есть потенциал. В любом человеке, в любой стране. Отлично, спасибо большое. На здоровье. Здравствуйте, можете, пожалуйста, представиться? Здравствуйте, меня зовут Рамиль. Какие у вас, в общем, впечатления об чемпионате? Вообще самые теплые и приятные. Я очень рад, что вообще такое состоялось в родной стране. Это очень приятно. Нравится, что здесь собралось много разных компаний. Вообще посмотрел на сам чемпионат, на команды, то, что они участвуют, стараются, что-то делают. Это всегда только приветствуется. По-вашему, какое самое большое различие между кофейной индустрией в Азербайджане и Россией? Ну, мне кажется, вопрос в масштабах. То есть рынок Азербайджана, он пока небольшой. Он только набирает обороты, только начинает расти. И большое различие, я думаю, в том, что еще в целом Азербайджан больше... Здравствуйте, можешь, пожалуйста, представиться? Николай Стрельников. Какие у вас впечатления по поводу этого чемпионата? Слушайте, ну здорово. Я первый раз в Баку на именно чемпионате. Хорошая организация, много участников, заряженные все, волнуются, здорово. Я думаю, что это поможет развиваться вообще кофейной индустрии. Если участники будут регулярно выступать, будет всегда кто-то лучше, это здорово. А какие ключевые различия существуют между кофейной индустрией в Азербайджане и другими странами, Европы, допустим, или СНГ? Ну, наверное, количество времени, сколько вы посвящаете этому. То есть, когда вы начали, вы чуть позже начали именно вот такой спешлти кофейной индустрию развивать. Поэтому опыта пока меньше, но тут все вопрос заключается в желании изучать, желании погружаться в вопрос, и, соответственно, все это впереди. Спасибо большое. Самое главное, потенциал есть или? Конечно, есть. Конечно, есть. Спасибо большое.